Herkese salam. Bugün sizlerle birlikte kutumuzdan elədiyim alışverişe baxırıq. Bu əslində özümə deyil, sizlər üçün sihirli qaşıq oyununu almışam. Bir takipçim de yazıb ki, nə almışsansa tez bölüş. Mən də onun qəlbini qırmamaq üçün tez çəkirəm. Deməli dostlar, danışım biraz. Mən buna ait, yani bu sihirli kaşığa ait başka bir sayfa açıp koyacağım. Bu YouTube kanalımın altında da postlarda paylaşacağım açanda. Bu takipçilerim o tarafa qaçar. Yani o tarafa gedin ki abonələrim çox artsın və sifariş eləyin. Bilmirəm neçəyə satacağım hələ. Hələ tam başlamamışam. Düzenliyim eləyim, çatdırılmandakı ola bilsin. Ancaq Sumqayıtda eləyəcəm. Sumqayıt xarici eləmirəm. Ancaq bəlkə karvan dayanacağında eləyəcəm bəlkə. Oradan gəlib götürə bilərsiniz. Hələ bilmirəm. Nömrəm də necə, mən nömrəmi yazmaq istəmirəm. Əgər siz istəyəndə mən hələ pulunu deyəcəm. Sizlərə bir qaşıq neçədir? Mən hələ bir qaşıq satacağım. Sonradan əgər bol-bol sifarişlərim olsa, o biri qaşıqlarına məsələn 2 dənə eyni muncuq çıxdı da sonra onu bir dənə qoyacağam, 2 dənə qoymayacağam. Çünki hələ yəni istəmirəm elə qoyum. Sifarişlərim artandan sonra bol-bol alıb verəcəm. Elə olacaq yəni. 2 dənə çıxdı, 2 dənə qoyacağam. Məsələn, kaşlok 3 dənə çıxdı, 3 dənə qoyacağam. Rezin 5 dənə çıxdı, 5 dənə qoyacağam. Belə-belə gedəcəm. Amma indi bir qaşığa, yəni neçə dənə muncuq düşürdüysün, bir dənə qoyacağım hərəsindən. Pulu da dediyim kimi hələ bilmirəm. Hesablayacağım. Ondan sonra qiymət qoyacağım. Neysə. Belə. Nömrənizi də siz yazın YouTube'da. Mən o nömrənin qeydini götürəndə siz sonra oradan silin. Ya da mən silərəm istəsəniz ki, çünki başqaları sizi bloklamasın. Mən öz nömrəmi yazmayacağım qəti şəkildə. Siz yazacaqsınız və mən də götürəcəm. Sizlər də mesajlaşıb danışıb sizə çatdırma eləyəcəm. Nəysə, indi keçək aldıqlarımı göstərməyə. Deməli, sihirli qaşıq şeyi çıxardacağım printerdən. Burada sihirli qaşıq o şeydir. Buradan başlayaq birinci. Burada mən təzə çəkməcələr alacağım. Hələ bunları tam yerləşdirməmişəm. Sirmə alacağım belə böyüm. Sonra oradan açıb götürəcəm. Deməli, birinci sirmədə belə bir broşkalar var. Burada pozanlar var. Burada da yine pozanlar var bu şekilde. İndi geçək. Burada belə cızma şeylərdir. Belə şəkil boyama. Sonra burada 10 dənə belə kaşlıq var. Cürbəcür rənglərlə və cürbəcür şeylə. Fərqli də yəni belə göstərim. Belədir məsələn. Çox gözəldir bunlar. Həqiqətən pullarınızı, hər şeyi nə istəsəniz qoya bilərsiniz, amma kaşlokdur. Bunlar dediyim kimi müvəqqəti yerləşdirmişəm. Amma sonradan sirmi alacağım, sabah ola bilsin, ora qoyacağım. Burada da qalanlar var bu şəkildə. Belə. Sonra burada stikerler var. Burada güzgüler var. Bloknotlar var bir de. Burada keçək. Burada cürbəcür bloklar var. Burada da rezinkalar var. Bunu da ki dostlar elə-belə qoymuşam. Bunu yani ilk sifariş eləyənə bunu hədiyyə qoyacağım. Bu da belə tüklüdür. Belə. Rezinkalarla əgər rezinka çıxsa, yəni çıxmasa da sizə ilk sifariş verənə bunu hədiyyə qoyacağım. Aldıqlarım bu şəkildəydi.
dediklərimə diqqətlə qulaq asıb, sonra mənə əgər nə sualınız varsa bildirə bilərsiniz. Video bu şəkildədir. Kanalıma abunə olub like atmayı unutmayın. Sağ olun.